26-cı tura yekun vurulacaq. Bu barədə biraz əvvəl elədiyim kimi bağlantımız artıq hazırdır. Mirbağır Cəfərli bizimlə bağlantıdadır. Sabahınız xeyir olsun Mirbağır bəy. Sağ olun, Süleyman bəy. Mirbağır bəy, nə düşünürsünüz son vəziyyətlə bağlı? Yəni Qarabağın çempionluğunu artıq qeyd eləmək olar məncə. Sən onda mövsümün əvvəlində ən böyük favorit Qarabağdır və müəyyən turlar keçdikdən sonra və bu da artıq reallığa doğru keçir. Daim belə bir deyim var ki, Qarabağ Avrokuboklarda oynayanda daha çox diqqəti ora yönəlir. Digər çempionatdakı digər klublarımızın bəlkə də ən böyük istifadə edəcəyi məqam da məhz budur. Amma son illərdə artıq Qarabağ özü də bu həm tempə öyrəşib, həm bir neçə turnirlərdə, yəni eyni anda bir neçə cəbhədə oynamağa öyrəşib. Yəni artıq bu da çempionatdakı digər komandalarımız üçün hər hansı bir belə deyək də fürsət deyil. Ona görə də Qarabağ həm də artıq neçə illərdə Avrokuboklarda oynayır, böyük bir hegemonluğu var Azərbaycan çempionatında. Təbii ki, yəni Qarabağın bu 26-cı turdan sonra yəni çempionluğu kiməsə verəcəyi, yəni heç yəni riyazi olaraq bəlkə də mümkündür, amma belə deyək, real bir şey deyil. Məncə də artıq bəlkə də gələn sezonun Avrokuboklar üçün də hansısa bir oyunlar zamanı bəlkə də gedişatlar eləyər, özləri üçün bir eksperiment aparılır. Çünki özləri də dərk edir ki, yəni onlara çata biləcək bir komanda yoxdur bu sezon. Araz Naxçıvanın məğlubiyyəti və Zirə ikinci pilləni möhkəmləndirdi. Özü üçün Araz Naxçıvan məğlubiyyətindən sonra. Ümumiyyətlə Araz Naxçıvan qış fasiləsindən sonra heç də yaxşı təsir bağışlamır. Yəni çox belə stabil oyun göstərmir, tez-tez məğlub olur. Bu barədə nə düşünürsünüz? Yəni nə ilə bağlıdır sizcə və Turan Tovuz bu fürsətdən istifadə edib çata bilərmi onlara? Yəni üçüncü plan ələ keçirə bilərmi? Naxçıvan əslində harada ehtimal eləmək olardı Kənan bəy. Yəni tam olaraq mövsümün əvvəlində necə başlamışdılar, tam olaraq elə davam eləməyəcəkləri harada ehtimal eləmək olardı. Çünki sənə bir komandada bu cür enişlər olur. Əgər heyət də geniş deyilsə, bu yəni enişin yaşanması artıq reallaşır. Amma hansısa belə deyək də sezonun əvvəlində göstərdikləri performans və indiki performans məncə oyun baxımından, mübarizə baxımından komandada bir eniş yoxdur. Sadəcə zədəliləri çox oldu. Əsasən də yəni Ramon Machado'nun Zirə ilə kubok oyunda zədələnməsi komandaya böyük bir təsir elədi hücum mövqeyində. Çünki Machado artıq belə təcrübəli futbolçudur. İrəli ucda yəni Qəbələdən də tanıdığı Felipe Santosla çox yaxşı bir tandem təşkil edirdi. Yəni bu mənada böyük bir qatqıları vardı Machado meydanda olanda. Təbii ki, futbol bir nəfərdən ibarət deyil, amma aparıcı bir qüvvənin olmaması hardasa istədiyin nəticələrin yəni olmamasına gətirib çıxara bilir. Həm Machado yox idi, həm bəzi məqamlarda düzdür, belə deyək, hakim səhvləri istənilən bir komandalara qarşı baş verir bu sezon. Sırf bir komandanı deyə bilmərək ki, məhz bu komandaya kömək olunur. Belə bir şey yoxdur. Mənə görə belə bir şey yoxdur. İstənilən bir komandaya qarşı bir səhvlər olur. Amma kubokda belə deyək, bu hansısa qeyri-stabil çıxışa bir son qoydular. Artıq yarımfinaldadılar. Qarabağa qarşı son turda məncə çox yaxşı bir mübarizə apardılar. İstənilən halda o Machado, Bu arada siz Ribeiro, qeyd elədiniz oyunçular, heyətdə olan problemləri elə son maçda, yəni dünənki qarşılaşma, yəni 2 gün əvvəlki qarşılaşma Qarabağa qarşı oyunda Santos da qırmızı aldı. O növbəti turu o da komandaya kömək eləyə bilməyəcək. Daha bir itki, yəni növbəti turda da artıq problem var. Yəni və növbəti tur Şamaxını qəbul eləyir Araz Naxçıvan. Şamaxı da yəni mövsümün belə deyək, bərk komandalarından biridir həqiqətən. Ayxan Abbasov orada, ümumiyyətlə Ayxan Abbasovun komandaları hər zaman əzmkar, bərk komanda oldular. Yəni o favorit görünmədikləri oyunlarda belə qalib gəlməyə bacarırlar, sonra da mübarizə aparırlar. Hər halda bu sezon elə bir oyun yoxdur ki, elə bir komanda yoxdur ki, oyundan öncə düşünək ki, favorit komanda var və yaxud da favorit komanda asanlıqla qalib gələcək. Yenə də Qarabağda onda. Belə deyək. Doğrudur, amma mən istəyirəm, yəni bu sezonda nə qədər hegemonluğu davam elətdirsə belə Qarabağ, gözlənmədiyimiz məqamlarda belə məğlub ola bilir. Bir Turan Tovuz məsələsi var ki, artıq bu sezon onlara
qalib gələ bilmir komanda. Məsələn, Amma ikinci yəni yarısında xüsusilə bunun şahidi oluruq Qarabağın bu problemli çıxışını. o, yəni komandada bu mövsüm mən elə fikirləşirəm ki, artıq bu mövsümdən yeni sezonun belə deyək də bir ideyaları ortadadır və hər halda itkiləri də oldu Qarabağın. Qarabağın yeni transferlərə çox ehtiyacı var. Bəlkə də əksər mövqelərdə bir qapı mövqeyi idi ki, inanmıram ki, orada bir yeni transfer olsun. Ola bilər hansısa bir məsələn Buntis yola salsınlar. Mən ehtimal olaraq deyirəm. Amma məsələn hücum mövqeyidir. Juninho gedişindən sonra yeni bir hücumçu transfer edilməlidir. Ramonun gedişindən sonra orta xəttə. Yəni məncə Qarabağdan yəni yayda yeni transferlər gözləmək lazımdır. Yəni eləməlidirlər ki, yəni reallaşdırmalıdırlar ki, Avrokuboklar onları gözləyir. Bugünkü oyunlar var, yəni iki oyun. Neftçi, Turan, Tovuz və Sumqayıt Kəpəz maçları var. Sumqayıt Kəpəz maçı orada sonuncu pillədən qaçmaq belə də uğrunda mübarizə olacaq, uzaqlaşmaq. Bir addım da uzaqlaşmaq deyək hətta. Nə düşünürsünüz? O maçdan nə gözləmək olar və Neftçi, Turan, Tovuz oyunundan Əslində danışdığımız kimi Kənan bəy, heç bir oyun, yəni belə mənasız deyil də hər bir oyunun Təbii. Neftçi Turan oyununda Neftçi özü də yəni hətta mən sizə deyim, yəni 27 xalı var, o qədər də uzaq deyil, yəni son pillələrdən. Yəni belə ardıcıl gələcək uğursuz seriyalardan sonra o komanda özü belə istəmədən Premyer Liqa uğrunda mübarizəyə qoşulmalı olacaq. Amma Turan Tovuza gəldikdə bəli, Turan Tovuz gözləntilər böyük idi komandadan. Məncə hələ də yəni mübarizəyə davam edirlər və qarşıda çox oyunlar var. Əsas məsələ Premyer Liqa uğruna yəni qalmaq uğrunda mübarizədir. Məsələn Səbaha dünən məğlub oldu Zirəyə, halbuki son dəqiqəyə qədər yəni o bir xalı çıxartmağa belə deyək, yaxın idilər. Bugünkü Kəpəz Sumqayıt oyunu, Sumqayıt Kəpəz oyunu da həqiqətən çox maraqla gözlədiyimiz bir oyundur. Sumqayıtın uzun müddətdir qələbəsizlik bir yəni qol vurmadan oyunları belə deyək, oyunları başa vurur. Artıq buna son deyə biləcəklərmi? Mən fikirləşirəm ki, Sumqayıtın uğursuz dönəmi və Kəpəzdə isə məncə işlər o qədər də pis deyil. Nə qədər də komanda həmin mübarizənin içində olsa belə, yəni məncə komanda yəni xüsusilə də qışdan sonra da çox yaxşı bir performans sərgiləyir. Yəni qışdan sonra qış fasiləsindən sonra Turan Tovuza qalib gəldilər, Sabaha qalib gəldilər. Neftçiyə qalib Evdə gəldilər. son turda Neftçiyə qaliblər gəldilər, bəli. Kəpəzdə mən elə fikirləşirəm, nə qədər də bu mübarizədə olsa belə, bu Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandaları nəzərə salsaq, məncə ən şanslı olan Kəpəzdir. Həm oyununa görə, həm belə deyək də, əzmkar bir komandadır. Yəni vəziyyətdən də çıxa bilir. Şamaxı da məncə bu mübarizədə, Kəpəz və Şamaxı bu mübarizədə məncə ön plandadır, amma son pilləyə, yəni son pillədə olmamaq uğrunda əsas mübarizə məncə Səbail və Sumqayıt arasında gedəcək. İkisinin də vəziyyəti aşağı-yuxarı eynidir. Bugünkü oyunda çox böyük bir rəqəm kəsb edir həqiqətən. Səbail ümumiyyətlə bu oyunu ilə sanki 10-cu plana heç kimə vermək istəmir. Yəni bərk-bərk saxlayıblar ki, yox biz gedəcəyik birinci liqaya. Həqiqətən çox maraqlıdır. Və son olaraq birinci liqaya da qısa şəkildə nəzər salmaq istəyərdik. Çünki birinci liqada da biraz əvvəl turnir cədvəlini təqdim etdik. Növbəti mövsüm Premyer Liqaya 3 komanda yüksələcək. Onlardan biri böyük ölçüdə həll olub. Yəni demək olar ki, Qəbələdən söhbət gedir. Karvan İmişli, yəni onların şanslarını necə dəyərləndirirsiniz, qiymətləndirirsiniz? Qısa bunu da şərh alaq. Bəli, Kənan bəy, dediyiniz kimi, yəni əsas məsələ yəni Qəbələ artıq Premyer Liqa qayıdacaq, amma digər ikinci, üçüncü yəni komandaların hansı bir komanda olacaq həqiqətən indidən demək çətin. Çünki qarşıda 27 xal var. Yəni bu 27 xalda real baxsaq mübarizə həqiqətən o qədər qızğın gedir ki, yəni 8-ci pillə, 7-ci pillədə olan komandaların belə çıxmaq şansı var. Ona görə də Karvan İmişli ola bilər ikinci, üçüncü pillədədir, amma gedən mübarizələr onu göstərir ki, yəni hər şey bir anda dəyişə bilər. Yəni ötən turda belə yəni dəyişmişdi. Ona görə nə qədər favorit görsənsələr belə, məncə doğrudan elə o şablon kimi çıxmasın, amma son
tura qədər mübarizə gedəcək və o Premyer Liqaya gələcək ikinci və üçüncü komandanı son turlarda görəcəyik. Doğrudur, lisenziya məsələləri var. Bunu lap mövsümün əvvəlində biləcəyik. Amma istənilən halda birinci liqada doğrudan mübarizə o qədər qızğın gedir ki, diqqəti cəlb edir həmin Elə o turnir. lisenziya məsələlərinə toxunmaq istəyərdim. Çünki biz bilirik ki, infrastruktur da çox vacibdir. Yəni ilk 3 pillədən əlavə ot örtüyü, paltar dəyişmə otaqları falan, yəni bütün bunlar da nəzərə alınacaq. Və məsələn, İmişlinin stadionunda hal-hazırda təmir işləri gedir və Karvanın daha doğrusu stadionunda təmir işləri gedir və onlar nə zaman başa çatacaq, hələ ki tam dəqiq bilinmir, dəqiq məlumat da verilmir və nə düşünürsünüz? Yəni bu amil təsir edə bilərmi? Məsələn, komandaların yüksəlməsinə, yəni Premyer Liqaya keçməsinə. Məsələn, İmişlidə də problemlər var, İmişlinin stadionunda da problemlər var. Yəni Premyer Liqa standartlarına uyğun deyil. Amma yaxşı bir mövzudur əslində bu, amma elə komandalar var ki, çempionatda. Məsələn, Kəpəzin özü Gəncədə oynamır, Araz Naxçıvanda oynamır, Kəpəz Tovuzda oynayır, Naxçıvan yəni Bakıda oynayır. Yəni, bu cür məsələlər vardı ya, artıq təbii ki, dünya futbolunda yəni infrastruktur önəmlidir, amma ola bilər ki, yəni stadion qəbul olunmasa belə, yəni Bakıda bir icarəyə bir stadion götürüb oynaya da bilər hansısa bir komanda. Təbii ki, biz istəyərdik ki, yəni bölgədə oynasın, amma yəni o qədər belə deyək, son anda qərarlar dəyişə bilir ki, bir komandaya görə. Ona görə məncə yəni heç infrastruktur bəlkə də ön plana çıxartmayacaqlar. Amma Karvan, İmişli, ümumiyyətlə birinci liqada bölgə klublarının hansı gəlsə belə Premyer Liqa bu həqiqətən də böyük önəm kəsb edir və uzun illərdir deyirdik, yəni bölgə futbolu, futbolumuzun inkişafı üçün bölgə futbolu çox önəmlidir. Və son illərdə atılan addımlar bunu göstərir ki, məsələn Tovuz olsun, Kəpəz olsun, nə qədər də yəni Tovuzda oynasa belə yeni sezondan öz stadionunda oynayacaq. Həqiqətən də futbolumuzun inkişafını istəyirsə, kütləvilik istəyirsə, bölgə komandaları olmasa Premyer Liqada, birinci liqada, yəni futbolumuzun inkişafı yəni qeyri-mümkündür. Hər şey yəni tək başı komandalarından inkişafın olmasağı Təbii ki. Elə sanki AFFA-nın son illərdə verdiyi qərarlar, atdığı addımlar da elə bölgə futbolunun inkişafı üçün nəzərdə tutulub. Yəni Bakını hələ ki halbuki bir bunu kənara qoyub. uzun illərdir deyirdilər. Uzun illər deyirik ki, yəni bölgə futbolu lazımdır. Gec atıldı, amma yəni ən azından atılmağa da yəni sevindirir. Təşəkkürlər Mirbağ bəy. Minnətdaram, suallarımızı cavablandırdınız. Çox sağ olun. Ətraflı, geniş danışdıq. Sağ olun, uğurlar arzu edirəm. Uğurlar. Sağ olun. Belə.